Qasıq yırtığı həm anadan gəlmə rast gəlinir, həm də ki, daha çox fiziki aktivlik olan insanlardır, idmançılardır, aktiv işlə məşğul olan insanlardır, ağırlıqla məşğul olan insanlardır və bunların, belə deyim, hər bir saniyəsi üzərlərində elə bir saatlı bomba gəzdirirlər. İstənilən vaxtda o partlaya bilər və o soruşmaz. Sən evdəsən, işdəsən, yoldasan, əməliyyata gedə bilirsən, gedə bilmirsən, həkim var yanında, yoxdur yanında və ona görə hər bir saniyəsi onun saatlı bombadır və mütləq şəkildə də ki, aşkarlanıbsa vaxtında əməliyyat olunmalıdır. Yox, əməliyyat olunmasan, sonra daha böyük fəsadlara gətirib çıxarır. Bir də onu qeyd etmək istəyirəm ki, qasıq nahiyəsində şişkinlik və ağrı varsa, mütləq şəkildə müayinə vacibdir və müayinə də olunandan sonra həkim olaraq dəqiq sizə deyə bilərik ki, sizdə probleminiz nədir və necə həll etmək olar. Və sonda bildirmək istəyirəm ki, qasıqda şişkinlik, ağrı və dartma hissi varsa, mütləq şəkildə həkimə müraciət edin və həkim olaraq sizə kömək edək və probleminizi aradan qaldıraq.